çəkdim burada, rayonda və kəsir. Bax bu, bir həftənin içində bax belə oldu. Bir həftənin içində belə olub. Bura gəlirdik sizin yanınıza, sözüm. Mənim yanımda son dəfə nə vaxt olmuşsunuz? Sentyabrda. Sentyabrda. Ondan sonra yara sağaldı. Yara sağaldı, tərtəmiz rahat. Tərtəmiz rahat. Bax, biraz belə bir masal var. Onu götürdülər, laf əla oldu. Orada götürəcəkdim, bura gəlmədim də, dedim ki, biləcək. Bax, bu təzədən yarandı. Sizin yanınıza gəlirdik ki, vaxt müəyyənləşdirirdik. Bax, bu belə qaraldı nəsə. Ləngilikdə biz dedik ki, bir oyun... Ləngilik, yenə deməsi. Yəni, bunlar hamısı məsuliyyətsizliyin səbəbidir. Bu yaralara məsuliyyətsiz yanaşdıqda ayaqlar amputasiya olur, barmaqlar amputasiya olur. Yenə də biz bunu düzəldəcəyik. Amma siz bilməlisiniz ki, bu nahiyənin sizdə döyənəyidir. Bu mütəmadi olaraq təmizlənməlidir ki, qalınlaşmasın. Qalınlaşdığı altında infeksiya yaranır və o infeksiya da sabahları barmağı qanqreniyaya gətirib çıxarda bilər.